Salam, bugün sizlərə Abbasqulu Bakıxanovun Qurd və İlbis təmsili haqqında məlumat verəcəm. Bir almanın içində bir qurd vardı, nagahan külək qopdu ağacı silkələdi durmadan. Demək, bir almanın içində bir dənə qurd vardı, külək qopur, ağacı silkələyir durmadan. Alma qopub budaqdan düşərək yerə dəydi. Deyir, küləyin təsirinə yəni alma qopub yerə dəyir, qurd da düşüb qorxuyor. Əvvəlcə nalə çəkdi. Yəni almanın içindəki qurd yerə düşür, qorxur və qorxusundan nalə çəkir. Sonra gördü sağ qalmış, sakitləşdi bir qədər. Ahəstə çölə çıxıb saldı ətrafa nəzər. Deyir, birinci axı qorxur, deyir, nalə çəkdi. Sonra deyir, gördü sağ qalmış, sakitləşir bir qədər, ahəstə çölə çıxıb saldı ətrafa nəzər. Qamətini qaldırıb dedi, mənəm qəhrəman, zərər yetirməz mənə nə bir külək, nə də tufan. Yəni, artıq başlayır burada nə onun lovğalanması. Qamətini qaldırıb deyir, mənəm qəhrəman deyir. Mənə deyir ki, nə tufan, nə də külək zərər yetirməz. Hansı təbiət hadisəsinin adı çəkilir burada? Küləklə tufanı. Özünü necə adlandırır? Qəhrəman adlandırır. Bizim balaca qurdcığaz hey düşünə döyürdü. Qabiyi şəxsiyyət kimi hey özünü öyürdü. Burada deyir, bizim balaca qurdcığaz hey düşünə döyürdü. Qabiyi şəxsiyyət kimi hey özünü öyürdü. Deyirdi, çox gərəkli varlığam ki, belə mən, Allah məni qurtardı qəbr içində ölümdən. Deyir, mən çox gərəkli bir varlığam. Allah ona görə məni qəbr içində ölümdən qurtardı. Qurda yaxın bir İlbis sıxılıb daxmasına, ətrafı seyr edirdi. Qurd onun baxmasına. Deyir ki, qurda yaxın yeri bir İlbis var idi, sıxılmışdı daxmasına, yəni daxmasına dayanmışdı. Ətrafı seyr edirdi, qurd onun baxmasına. Nəzər salıb fəxr ilə bağırdı. Bu İlbis ətrafı seyr eləyirdi. Qurd ona baxıb fəxrlə deyir, bağırdı. Gör nə deyir? Nəzər salıb fəxr ilə bağırdı. Ey, bura bax. Gör mən necə qoçağam. O biraz da qalxaraq. Artıq təkəbbürü başlayır yeni sözlər deməyə. Deyir, gör fəxr edir artıq özündən. Ey, bura bax. Burada İlbisə deyir. Bax, ilk fikir kimi çağırdı. Qurd İlbisə deyir. İlk danışıq qurdun dilindən, İlbizin yox. Gör mən necə qoçağam. O biraz qalxaraq. Deyir, bura bax. Gör mən necə qoçağam. Bayaq özünün qəhrəman adlandırdı, gərək varlıq adlandırır, deyir, Allah məni qəbr içində ölümdən qoyur. Burada da deyir ki, qoçağam. Alma üstə dikəldi, dedi, minarəyəm mən, yaxın gəl ta sayəmdə, qorunarsan küləkdən. İlbizə təklif edir ki, mən minarəyəm, deyir, özü minarə adlandırır. Deyir, gəl, mən səni qoruyaram küləkdən. Lakin İlbis sıxıldı etibarlı qınına. Dinməyib atdan baxdı heyrətlə onu. Deyir, ancaq İlbis daha doğrusu qurdun sözlərinə fikir vermədi. Etibarlı qınına sıxandı. Birdən külək başqa bir güclə əsli çoxaldı. Ağacdan yer üstünə böyük bir alma saldı. Deyir, birdən artıq burada ikinci dəfə küləyin əsməsini görürük. Birdən külək əsir, ağacdan yer üstünə böyük bir alma salır. Alma düşdü dost doğru, məğrur qurdun başına. Artıq burada ikinci dəfə küləyin əsməsini, ikinci dəfə almasının düşməsini görürük. Bu qoçağı döndərdi dərhal xəmir aşına. Nəyə bənzədirdi? Xəmir aşına. Hava sakitləşəndə İlbis çıxdı yuvadan. Gördü əzilmiş, səfih, təkəbbürlü pəhləvan. Demək, qurd necə adlanır? Məğrur, təkəbbürlü, səfih. İblis ahəstə dedir, budur şöhrətin sonu. Yersiz öyünmək, qürur məhv etdi axır onu. Deyir,
Sən yersiz öyündün. Bu öyünmə, yersiz qürurun səni məhv etdi. İnanın bu il bizə bir hikmət söyləyim mən. Öz yurduna sığınmaq yeyidir sarsaq ölümdən. Lakin ən yaxşısı öz yurduna sığınmaqdır. Qeyd edim ki, Qurs və İlbis təmsili məsnəvi formasına əruz vəzinə qələmə alınmışdı. Burada bədii sualdan istifadə edilməyib. Burada gülüş doğuramaq məsələlər var idi. Lakin İblis ahəstə dedi, budur şöhrətin sonu, yersiz öyünmə, qürur məhv etdi. Axır onu nəsihətamiz fikirlər də var. Nəsihətamiz fikirlər müəllifin dilindən rast gəlir. Videonu bəyəndinizsə kanala abunə olub bəyənməyi, paylaşmağı, rəy yazmağı unutmayın. Sağ olun, sağlıqla qalın.